Lakin öncə bu mənbəni oxuyaq. Mənbə Əhl-i-Sünnədən olan filankəsin Şərhul Bari bi Şəri Səhih Əl-Buxari kitabı. İranlı Fars İbn Bərdəzdə İbn Həcər Əl-Əsqalani 7-ci cild səhifə 341. Onun kəlamı, məgər razı deyilsən ki, sənin mənə olan məqamın Harunun Musaya olan məqamı kimi olsun. Yəni mənə olan məqamın Harunun Musaya olan məqamı kimidir. O ikisinin hədisinin əvvəlində o, Allahın salamı onun üzərində olsun, Əliyə belə buyurur. Gərək mən qalım, ya da ki sən qalasan. Bunun isnadı güclüdür. Allah Rəsulu buyurur ki, gərək mən qalım, ya da ki sən qalasan. Qəribədir. Məgər başqa bir sahabə yoxdur ki, möminlərin əmirinin yerinə o qalsın? Əlbəttə ki, cavab xeyr, yoxdur. Çünki Allah Rəsulu buyurdu ki, gərək mən qalım, ya da ki sən qalasan. Yəni mənim məqamımda qalacaq başqa bir sahabə yoxdur. Nə Ömər, nə Əbu Bəkir, nə Osman, nə də ki hər hansı bir sahabə. Yalnız möminlərin əmri. Əgər Allah Rəsulu həyatda ikən bu sözləri demişsə, dünyasını dəyişəndən sonra bu haqda daha nə düşünə bilərsən? O, ümməti onlar üzərində xəlifə təyin etmədən necə tərk edə bilər? Halbuki o elə həyatda ikən xəlifə təyin edir və ona gərək mən qalım, ya da ki sən qalasan deyə buyurur. Həmçinin onun möminlərin əmrinə digər bir kəlamı daha vardır. Allah Rəsulunun elə həmin hədisdə sənin oxuduğun həmin o kəlamını qeyd edəcəyik. Mənlə birgə baxın. Musnəd Əhməd İbn Həmbəl 5-ci cild səhifə 178. Hədis bir qədər uzundur. Belə ki deyir, dedi, sonra filankəsi Tövbə surəsi ilə göndərdi. Qəribədir. Əhməd İbn Həmbəl ondan sonra hədis sözündən sonraki sözləri sildiyi kimi, burada da bir nəfərin adını təhrif edib filankəs deyir. Ey Allahın bəndələri! Allah Rəsulunun göndərdiyi həmin o filankəs kimdir? Onun adını bilmək üçün digər Fars sünni alimi Nəsainin Sünənun Nəsai kitabına müraciət edək. Hansı ki elə eyni sənədlədir. Nəsainin Kitab-ı Sünəni kitabı. Fars, İranlı, elə həmin sənəd. Belə ki deyir, Əbu Bəkri göndərdi, Tövbə surəsi ilə göndərdi. Deməli, Allah Rəsulunun Tövbə surəsi ilə göndərdiyi şəxs Əbu Bəkirdir. Axı nə üçün Əbu Bəkirin adını hədisdən silib, onun yerinə filankəs sözünü yazmışlar? Çünki bu hədis onlara əziyyət verir və Əbu Bəkirin dəyərini bəyan edir. Belə ki, o, heç zaman heç bir şeyə yaramır. Mənlə birgə müşahidə edin. İndi isə İbn Şəmsəddinin isnad etdiyi həmin hədisə qaydaq. Dedi, sonra filankəsi Tövbə surəsi ilə göndərdi. Təhqiqatçı da məcbur olub haşiyədə deyir, yəni Əbu Bəkri. Sonra filankəsi Tövbə surəsi ilə göndərdi, sonra da onun ardınca əlini göndərdi. O da onu ondan aldı və dedi, qəribədir, Allah Rəsulu Əbu Bəkri Tövbə surəsi ilə göndərir, sonra da onun ardınca möminlərin əmrini göndərir. Axı nə üçün ey Allahın Rəsulu? Məgər Əbu Bəkir doğrucu və etibarlı biri deyil? Məgər Allah onun barəsində onu 2 nəfərdən biri olaraq o mağarada deyə buyurmur? Məgər ağacın altında beyyət etməyib? Məgər göyün 7 qatın üzərində Allah ondan, o da Allahdan razı olmayıb? Məgər o, mən Əbu Bəkir və Ömər belə daxil olduq, mən Əbu Bəkir və Ömər belə xaric olduq, mən Əbu Bəkir və Ömər belə yemək yedik deyə buyurmayıb? Məgər o sakin ol ey Uhud, sənin üzərində Peyğəmbər, Əbu Bəkir və Ömər dayanmışdır deyə buyurmayıb? Axırda məlum oldu ki, onun arxasınca başqa birini göndərdin ey Allahın Rəsulu. Axı nə üçün? Bu surə ilə yalnız məndən olan və mənim də ondan olan biri getməlidir. Allahu Əkbər, bu nə müsibətdir belə? Allah Rəsulu Əbu Bəkrə bu surə ilə yalnız məndən olan və mənim də ondan olan biri getməlidir. Allahu Əkbər. Deməli Əbu Bəkir Allah Rəsulundan deyil, Allah Rəsulu da ondan deyil. Lakin Allahın qalib aslanı və ən böyük siddiq olan möminlərin əmri Allah Rəsulundan, Allah Rəsulu da ondandır. İkincisi də Əbu Bəkir kökündən bu məqama layiq deyildi ki, Tövbə surəsini təbliğ etsin. Lakin ən böyük siddiq olan Əli əleyhissalam Tövbə surəsini təbliğ etməyə tamamilə layiq idi. Üçüncüsü də əgər Peyğəmbər həyatda ikən Əbu Bəkir dini bir şeyi təbliğ etməyə hazır deyildisə, Allah Rəsulu bu dünyadan gedəndən sonra necə layiq oldu? Deməli o, Allah Rəsulu həyatda ikən kökündən buna layiq deyildi. Bəs necə olur ki, Allah Rəsulundan sonra o xəlifə olur və daha əzəmətli məqama gəlib din və dinin hökmlərini təbliğ edir, hansı ki o, Allah Rəsulu həyatda ikən buna kökündən layiq deyildi. Beşincisi də, mülahizə edirik ki, Allah Rəsulu Tövbə surəsinin çatdırılması üçün bilərəkdən Əbu Bəkri göndərir, sonra da onun ardınca ən böyük siddiqi göndərib ümmətindən olacaq növbəti nəsillərə çatdırır ki, Əbu Bəkir buna layiq deyil və o, nə məndən, nə də ki mən ondan deyiləm. O, bunu adicə Tövbə surəsinin çatdırılmasında belə edir. Əli əleyhissalama gəlincə isə, əlbəttə ki, o bunun çatdırılmasına tamamilə layiqdir və o, Allah Rəsulundan, Allah Rəsulu da ondandır. Allahu Əkbər. Bununla dəqiq bilirik və anlayırıq ki, bu cəmaət nə üçün Əbu Bəkirin adını təhrif edərək filankəs yazıblar. Kimdir? Filankəsdir. Onun barəsində Şeyx Google'dan soruş, o da sənə istədiyin adı versin. Bunları da əlavə et ki, Allah Rəsulu sallallahu aleyhi və aleyh Əbu Bəkri, Öməri, Osmanı və böyük sahabələrini Üsamənin ordusunda toplamışdır. Halbuki Üsamə hələ yeniyetmə idi. Hətta orduya rəhbərliyə belə nə Əbu Bəkir, nə Ömər, nə də Osman layiq olmamışdır. Hətta Tövbə surəsinin təbliğinə belə layiq olmamışdır. Heç zaman heç bir şeyə yaramamışdır. Deməli Əbu Bəkir və Ömər kimlərdir? Heç nə.
Bu ikisi heç zaman heç bir şeyə yaramamışdır. Müharibələrdə fərar etmişlər, Ömər gəlib öz silahdaşlarını qorxaq adlandırmış, onlar da onu qorxaq adlandırmışlar. Beləliklə də heç zaman nə Əbu Bəkirin, nə də Ömərin bir dəyəri olmamışdır.